Herkese salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi Sadiq müəllim. Bugün sizə Nəsimi yaradıcılığında mühüm yer tutan Ağrımaz qəzəlinin izahını təqdim edəcəm. Daha öncə Sığmazam qəzəlini izah eləmişdim. Bugün də Ağrımaz qəzəlini izah edirəm. Deməli, şair bu əsərdə haqq yolunda çəkdiyi acılara, edam olunmağa, yəni dərsinin soyulmasına baxmayaraq öz inancından, ilahi sevgisindən dönmədiyini və əsl eşqin fədakarlığına tərənnüm eləmiş olur. Şeirdə müəyyən müraciət obyektləri var. Məsələn, Şeyx Hadiyə Allaha müraciət edir 2-ci beytdə. Sonra 3-cü beytdə yenə Şeyx Hadiyyə müraciəti var. Daha sonra 4-cü beytdə Şeyx Hadiyyə müraciət edir. Ən sonda isə soyun ey murdar sallaqlar deyə Nəsimi müraciət edir onun dərsini soyanlara. Şeir əruz vəznində, rəməl bəhrində yazılmışdı. Dili anlaşıqlıdır, aydındır. Şeirdə nədən söhbət getdiyini biz rahat bir şəkildə anlaya bilirik, amma içərisində alınma sözlər də var. Amma bu şeirin anlaşıqlı olmasına müəyyən bir çətinlik törətmir. Biz şeiri başdan sona qədər rahatlıqla anlaya bilirik. Hazırsınızsa şeiri misra-misra, beyt-beyt təhlil eləyək, ifadə olunan fikirlərə birlikdə vaqif olaq. Amma izaha keçmədən öncə qısa bir xatırlatma. Videolarımız individualdır, yəni mənə məxsusdur. Kanala abunə olaraq mənə dəstək ola bilərsiniz. Like atıb, rəylərinizi də məndən əsirgəməyin. Hazırsınızsa başlayaq. Birinci beytdə canə sən, candan nə kim gəlsə cigərlər ağrımaz. Həq bilir bir zərrə neşlərdən damarlar ağrımaz. Deyir ey canım, burada sevgili anlamında Allah nəzərdə tutmuş olur. Deyir sənin tərəfindən mənim canıma nə bəla, nə dərd gəlsə, daxilim, yəni ciyərlərim ağrımaz, acı çəkməz. Haqq şahiddir ki, yəni haqq bilir ki, sənin yolunda bədənimə batırılan neşlərdən, yəni iynədən damarlarım belə inciməz. Şəha mehrindənmidir, ya aşinalıqdanmıdır? Cismimi sər taqədəm min gəz yararlar ağrımaz. Deyir ki, ey şahım, burada sevgili anlamında yenə Allah nəzərdə tutmuş olur. Deyir, bu sənin mən olan sevginin mərhəmətindəndir, yoxsa mən olan yaxınlığından, dostluğundandır, bilmirəm. Cismimi başdan ayağa, yəni sər taqədəm min dəfə yarsalar da, sər taqədəm min gəz yararlar, yəni min dəfə yarsalar da canım ağrımaz. Yəni ilahi sevgi cismani ağrını yox edər fikri ifadə olunmuşdur. Fitvasından zahidin nahaq məni gər soyalar, qəm degil səndən şəha görcək, damarlar ağrımaz. Burada zahid deyərkən zahiri dindarlar, dərki olmayan dindarlar anlamına gəlir. Yəni deyir, zahidin verdiyi yalan fətva ilə məni nahaq yerə soysalar da, ey şahım, ey Allahım, sənin xətrinə mənə bu qəm deyil. Səni, yəni haqqı görənlərin damarları heç vaxt ağrımaz. Zahidin əfsanəsindən soydular nahaq məni, həq bilir səndən şəha, sahib nəzərlər ağrımaz. Zahidin uydurduğu yalan nağıllara, əfsanələrə görə məni nahaq yerə soydular. Deyir, ey şahım, Allah bilir ki, həqiqəti görən insanların sənin yolunda canı ağrımaz. Burada nəzər sahibləri, həqiqəti görənlər, həqiqəti bilənlər anlamına gəlir sahib nəzərlər sözü. Şişəmi çün daşə çaldım, həqqi izhar elədim. Çeşmə əhval ağrıdan, Arif bəsərlər ağrımaz. Mən deyir, bədən şüşəmi daşa çırpdım və yaxud da can qabımı, yəni hər şeyi gözə alaraq haqqı aşkar elədim. Haqq mənəm. Burada ənəl-haqq fikrini ortaya qoymuş olur. Gözü çaş olan, şaşqın, həqiqəti əyri və içi görən gözlərin, yəni çeşmə əhval, verdiyi əzablardan gerçək ariflər, yəni dünyanın mahiyyətini dərk edən arif bəsərlər ağrı duymazlar. Zahidin bir barmağın kəssən dönər, həqdən qaçar. Gör bu gerçək aşıqı, sərpa soyarlar ağrımaz. İfadə olunan fikir tam da belədir. O, dildə dindar olan zahidin cəmi bir barmağını kəssən, dinindən, haqqından dönüb qaçar. Bir də deyir, bu gerçək aşıqa bax. Yəni, Nəsim özünü burada ifadə edir, gerçək aşıq deyərkən. Ki, deyir, başdan ayağa, yəni sərpa soysalar da, yəni o başdan ayağa dərsini soysalar da, onun canı ağrımaz, inancından dönməz. Bu beytdə həqiqi inancı olan insanlarla yalancı dindarlar müqayisə edilmişdi və üstünlüyü gerçək aşiqlərə vermişdi Nəsimi. Cəhli namərdin qaçan meydan günündə yeri var. Ər bilir meydan qədrin, qədərlər ağrımaz. Namərdin, cahilin rəşadət və sınaq meydanında yeri olmaz. Yəni heç vaxt yeri olmayıbdır. Meydanın qədir qiymətini ancaq əsl mərdlər bilər. Bu yolda çəkilən acılar da qədir qiymət bilənləri ağrıtmaz.
Soyun ey murdar sallaqlar Nəsiminin tənin. Bunca namərdi görün bir ər qıyarlar ağrımaz. Deyir ey murdar cəlladlar, qəssablar yəni. Nəsiminin bədənini, tənini soyun. Bu qədər namərd adamın bir araya gəlib bir mərdə qıydığını görün. Amma bilin ki, o mərdin canı bu zülmdən ağrımaz. Yəni burada sallaq deyərkən bunu mən daha öncə Jules Verne'in əsərində də oxumuşdum. Kapitan Grant'ın qardaşları. Orada sallaqxana sözünün mənası əslində heyvanların dərisinin soyulduğu, qanının yığıldığı yer anlamına gəlir. Yəni içalatının murdar bir yer anlamına gəlir. Həmin orada işləyən o heyvanları da kəsən adama da sallaq deyir. Yəni deyirik murdar cəlladlar Nəsiminin dərisini soyun. Bu qədər namərdə baxın, bir əri deyir, öldürsələr də ağrımaz. Şeirimin mizahı bu qədər idi. Ümid edirəm ki, sizlər üçün bir faydası olar. Daha çox belə videoların davamını istəyirsinizsə, kanalıma abunə olmağı, like atmağı və o özəl fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.